kim əhl-i sünnənin üsuluna müxalif olarsa, əks gedər üsuluna. Üsulumuz var da bizim, qaydalarımız var bizim. Bizim dirəyimiz var. Kim o dirəyə müxalif olarsa, bidət əhli olar. Bu söz ümumi hökmdür. Necə ki, təkfirdə birinci məsələ olduğu kimi. Ümumi hökmdə min heytil cümlə. Yəni, hükmün mutlaq. Yəni, belə demək olar rahat. Kim əhl-i sünnənin üsuluna müxalif olarsa, o bidətçidir. O bidət əhlidir. Lakin, təkfirdə olduğu kimi ümumi hökm. İndi bir insan gəlib, şəxs, müəyyən şəxs gəlib. Əhl-i sünnənin həmin bu üsuluna müxalif olub. O adam bidətçidirmi? Bax, bundan gedir söhbət. Diqqətlə qulaq asın. Yəni, dəfələrlə soruşurlar, üsula müxalif olur, yəni bu zahir məsələyə müxalif olur, buna necə baxaq, necə rəftar eləyək. Ümumi sualları nəzərə alaraq cavab verirəm. Diqqətlə qulaq asın və sonra məsələyə son qoyun. Qulaqlarda sırğa edin. Budur əqidəmiz. O insan, yəni düşdü, müxalif oldu əhl-i sünnə, şəxs, fərd. Əhl-i sünnənin üsuluna müxalif oldu. Nədir onun hökmü? Cavab. Məsələdə təfsilat var. Məsələnin təfsilatı var. Yəni, hər bidətə düşən adam bidətçi olmur. Yadda saxla, qulağında sırğa et. Hər bidətə düşən adam bidətçi olmur. Bunu yadda saxla. Necə ki, hər küfrə düşən insan kafir olmadığı kimi, hər şirkə düşən adam müşrik olmadığı kimi, hər bidətə düşən adam da bidətçi deyil. Yəni, bu məsələ beləmi çətindir sənə başa düşmək? Bu məsələni, yəni birinci məsələni, təkfir məsələsini asanlıqla başa düşəndən sonra bu sənə çətinmi qalıb? Qaranlıq mı qalıb? Allahül müstəhan. Hər bidətə düşən bidətçi olmur. Lakin, qayda var. Haçan ola bilir, haçan olur və haçan olmur. Bax, bundan gedir söhbət. Bunu özümüzdən çıxartmamışıq. Bu, nəinki alim adı çəkmirəm, bu ümumi əhl-i sünnənin adından danışıram. Əhl-i sünnənin mənhəcinin adından danışıram. Və misallarla, kimliyindən asılı olmayaraq, gəlsə sübut eləməyə, yəni, belə deyək, bəhs eləməyə hazıram onunla. Kimliyindən asılı olmayaraq. Yəni, bunun tam məsuliyyətini daşıyırəm öz üzərimdə. Yəni, hər bidətə düşən bidətçi olmur. Məsələnin təfsilatı. Bir adam əgər məhşur olub sünnəyə xidmətinlə, məstər tələqqi əhl-i sünnəyə müvafiq olub. Yəni, məstər tələqqi deyilən bir şey var və yəni, dərslərdə bu barədə ətraflı qeyd etmişəm. Yəni, təfsilatı ilə. Xülasə qısa müxtəsər şəkildə deyim ki, məstər tələqqi, yəni dini alma yeri haradır? Bizdə Qur'an, sünnə, icmadır. Və bu adam da məstər tələqqidə əhl-i sünnəyə müvafiq olub. Və həmçinin sünnəyə xidmət edir. Sələfilik daim yayıb, sələfə xidmət edib. Bidət əhlinlə mübarizə aparıb, bidətə ikrahı var. Yəni, bidətə və bidət əhlinə, yəni məşhur olub sələfiliklə. Yəni, öz mənhəci, əqidəsi, yolunu bina edib sələfiliklə, sünnə, sahibi sünnə, racun sahib sünnə. Var bu insan. Var kökündən elə məstər tələqqidə də əhl-i sünnəyə müvafiq olmayıb sələflərə. Yəni, bizdə Qur'an və sünnə icmadır. Misal üçün, adam var, bəzi bidət əhlində məstər tələqqi bu deyil. Məstər tələqqi onlarda əqildir. Başqa-başqa şeylərdir, nadar, yəni cürbəcür şeylərdir. Yəni onlar Quran sünnədən, onlar əqildən alırlar. Misal üçün, Mu'təzilə, Cəhmiyyə. Yəni, bu adamın binası, adam bina olunub bidət üzərində. Yəni, adam daima bidətçi ki, yəni əsli bidətçi də, yəni bu cür ifadə edir. Əsli bidətçi, bunun əsli bidətdir. Yəni, bu inşa olunub, yəni xidmət edib daima, məşhur olub, tanınıb bidətçi kimi. Məstər tələqqidə də əhl-i sünnəyə müvafiq deyil. Yəni, Qur'an, sünnə, icma ilə dini almalıdır. Yəni, din götürülür, Qur'an, sünnə, icma. Bu dini Qur'an, sünnə, icma ilə yox, əqillə alır, fikir ver. Yəni, kökdə müxalif olub, kökdə. Əsasda müxalif oldu ki, bu. Yəni, bu niyə sünnə sahibi olmalıdır ki, bu artıq bidət sahibidir.
sahib havadır bu. Və daima yəni havası üzərində dinin. Yəni məsləki havadır, nəfsdir. Aydındır, var bu insan. Əlimizdə 2 dənə insan var. Qarşımızda 2 dənə insan var. Birinci və ikinci. Əsli sünnə üzərində olan və əsli, yəni bu ixtisar edirəm, bidət üzərində olan. Yəni bu bidətlə inşa olunub, bu, yəni bidətlə inşa olunub deyəndə ki, yəni cəhmidir, mu'təzildir, əşaridir. Yəni sələfiliklə gəlmir də uyğun. Yəni kökdə, yəni köklərdə, dirəklərdə sələfiliklə gəlmir uyğun. Aydındır? Yəni bunun arasında, yəni sən fərq qoymursanmı? Yəni buna qaldırmırsan hüccət ikinciyə, sahib havaya. Yəni məsdər tələqqidə əhlüsünnəyə müxalif olana. Məsdər tələqqi aydındır da, yəni ifadə, mənası. Aydındır? Hə. Məsdər tələqqidə müxalif olub əhlüsünnə. Yəni buna ikinciyə qaldırmırsan hüccət. Nə deyirsə ona? Mübəşara. Bir, yəni tam hüccətsiz, zatsız birbaşa. Deyirsən bidətçi gəlir. Bax bidətçidir bu. Bu mübtədidir. Mübtədid də da bidətçidir. Yəni onun nəyini qaldırırsan hüccət? Əslində bizə müxalif olur, kökdə, dirəkdə. Bu heç. Yəni buna birbaşa, hüccətsiz, zatsız təkfir etmək olar, estağfurullah, təbdi etmək olar bunu. Yəni bidətçi demək olar. Amma birinci insan var idi ha, tanınıb sahibi sünnə kimi, sələfi kimi. Buna xidmət edib illər boyu. Lakin baxın, fərddən gedir söhbət, müəyyən şəxsdən gedir söhbət. Lakin əhli sünnənin üsuluna, üsul, diqqət edin, üsul, furu yox, xafi məsələlər yox. Necə ki, indi bəziləri atıb ortalığa, bilmir heç nə danışır. Üsuluna, yəni indi misallar da, yəni özümə çarpmamışam ha, misallar da deyəcəm, inşallah aydın olacaq. Üsuluna, yəni fərddən gedir söhbət, müəyyən şəxsdən müxalif olarsa, səhvən, yəni xəta edib də, insandır. Xətası üsulda olub. Yəni hamının xətası var da, hamı dində xəta edə bilir. Və bu da dində xəta edib, lakin bunun xətası üsulda olub. Üsul, dirək məsələlərində. O adam, birbaşa o adama mübtədi demək olmaz. Ona hüccət qalxmalıdır. Şərtlər ödənilməli, maniyələr qalxandan sonra o da bidətçi olur. Məsələn, bir insan, əhlüsünnə, həmin o birinci sinif hansı ki qeyd etdim, sələfi, əhlüsünnə, sünnə xidmət edən adam, üsulda müxalif olub, yəni, izah edirəm, neyini müxalif olub? Misal üçün, əşarilərin qövlünü deyib, mu'təzilənin qövlünü deyib və ya hər hansı bir batil firqənin qövlünü deyib və üsulumuza müxalif olub o sözlə. Yəni, xətası üsuldadır. Deyirsən əşaridir, sırazı, dərhal, o da onlardandır və salam getdi. Yəni, baxırsan ki, bu söz əhl-i-sünnədən deyir ki, bu söz əşarilərin etiqadıdır, bu söz əşarilərin məzhəbidir. Deyirsən əşaridir bu, mu'təzilidir, cəhmidir, budur, deyirsən o sözləri. O da onlardan, höküm onlardandır, demirsən. Xəta edib. Nə vaxt deyirsən? Maniyələr qalxıb, şərtlər ödənildikdən sonra. Yəni, bəziləri elə bilir ki, biz deyirik ki, ümumiyyətlə demək olmaz. Demək olar, qardaş. Lakin qaydasınla, şərtinlə. Aydındır? Yəni, üsulda müxalif olan və buna misallar nə qədər istəsən. Gəlirlər İmam Əhmədin yanına, gəlirlər başqa böyük imamların yanına, yəni suallar verirlər ki, bunu eləyən. Misal üçün, gətirim sizə İbn Useymin Rahiməhullahın sözünü açıq aydın İbn Useymin, Hələbi deyil, Əl-Həsən deyil, Şeyx İbn Useymin Rahiməhullahu Teala deyir ki, kim əqidədə xəta edərsə, əqidədə deyir, qardaş, əqidədə, mənhəc zad yox, əqidədə xəta edərsə, o deyir, dərhal deyir, yəni xətasına görə götürülmür. Yəni, hökm verilmir o xətasına görə. Maniyələr, şərtlər qalxdıqdan sonra o adı alır. Aydındır? Yəni, insan, yəni necə rəftar edirik onunla? Misal üçün, başqa bir sarih misal deyim sizə.
İbn Xuzeymə rahimehullah. İbn Xuzeymə Əhl-i Sünnənin üsuluna Şeyxülislam İbn Teymiyyə deyir ki, rahimehullah, Qurun-u Sələsə, yəni 3 nəsil icma etmişdi surət hədisində. Surət hədisində, yəni Allahın sifətinin isbatında surət hədisi İnnallaha xələqə Ədəmə alə surətihi. Allah Teala Adəmi öz surətində xəlq elədi. Qurun-u Sələsə, bu sadəcə misal deyirəm, hətta agah olasan. Yəni icma etmişdi ki, yəni dəmir orada, indi məsələni bilənlər bilirlər, yəni elmlə məşğul olanlar qayıdır Allaha. Yəni Allah Adəmi öz surətində xəlq elədi, heç bir problem yox idi. 3 nəsil, üçü də, yəni 3 nəsil, yəni fəzilətli qurun bunu anlamışdı. Sonra gəlir İbn Xuzeymə, bu üsuldur. Burada müxalif olan olmayıb, bu icma olub. 3 xeyirli nəsil Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra icma ediblər. Sonra gəlir İbn Xuzeymə inkar edir. İnkar edir. Allahın surətini, yəni sifətini inkar edir. Subhanallah. İbn Teymiyyə 100 səhifədən çox ona rədd verir. Ondan sonra gələn İbn Teymiyyə rahimehullah 100 səhifədən çox rədd verir ona, İbn Xuzeyməyə. Lakin İbn Xuzeymə o səhvinlə mübtədi olur, olmur? Cavab olmur. Nə mübtədi? İmam Zəhəbi rahimehullah Siyarda tərcümə halında İbn Xuzeyməni tərcümə halında görün necə təqdim edir İbn Xuzeyməni. Deyir ki, İmamul Əimmə Zəllə İbn Xuzeymə. Yəni imamların imamı İmamul Əimmə adlandırır. Üsulda səhv eləyib. Nə İmamul Əimmə? Yəni sənin sözündən. Yox. Yəni üsulda səhv eləyən, bu üsul deyil, sifətini inkar edib Allahın. Deyil üsul. Bax, bundan yer söhbət. Və ya İbn Həcər, İmam Nəvavi üsulda, əqidədə, Əhl-i Sünnə üsullarında müxalif olmayıblar Əhl-i Sünnəyə. Müvafiq olublar ki, alim adları çəkərəm. Yəni sən özündə bunu Əhl-i Sünnə sayırsan axı indi. O miskin, hansı ki avam indi ittiham eləyən bizi. Yəni üsulda səhv eləyəni sən yəni sələfilikdən çıxartmırsan, o sələfilikdən çıxır, mübtədi demirsən ona, o bidətçidir. Sən özün üsulda səhv eləyəni bidətçi görməlisən axı. Niyə indi nəfsi və uyğun danışırsan ki? Demirsən üsul, bax qarda elementar misal deyirəm. Demirsən üsulda müxalif olan mübtədidir, şərtsiz, açsız. Sən İbn Həcəri mübtədi sayırsan, saymırsan axı. İbn Həzmi mübtədi sayırsan, saymırsan axı. İmam Nəvavi, İmam Şəvkəni sayırsan İmam Şəvkənini. Mübtədi sayır, üsulumuzda müxalif olub bizə. Saymırsan axı. Saymırsan. Bax, bundan gəlir söhbət. Yəni, indi bəs niyə bunu təbliğ edirsən? Niyə təbliğ edirsən? Ki, üsulda müxalif olan təbliğ olunur. Bax, bundan gəlir söhbət. Ona görə, xülasə, bu insan əhl-i-sünnə olan, sələfi bir insan, talibul elm, fərqi yoxdur, alim, elm tələbəsi, yəni birinci vəsfi qeyd etdim. Əhl-i-sünnənin üsulunda müvafiq olarsa, ona bidətçi adı vermək şərtlər ödənilib, maniyələr qalxdıqdan sonra olmalıdır. Əks halda nə olur? Alim saxlamayacaq. Üsulda xəta edən alimlər az olub, subhanallah. Saxlama da alim. Saxlayırsan axı sən. Yəni, necə cürət edib, insan fikirləşmir. Mahiyyətinə varmır. Mənhəc, nə mənhəc? Əqidədə müxalif olub. Alimlər çəkərəm sənə, adlar çəkərəm. Bəlkə də yəni, şoka düşərsən ki, bu alim də üsulda olub. Müxalif. Bundan geri söhbət. Yəni, sən də çıxartmamısan axı. Aydındır? Xülasə. Deməli, ümumən demək olar ki, kim əhl-i sünnənin üsuluna müxalif olarsa, bidət əhli olur. Yəni, çevrilli bidətçi olur. Lakin bu ümumi sözü müəyyən bir şəxsə indirmək üçün tək maniyələr və şərtlər var. Hüccət, mütləq hüccət qalxmalıdır. Hüccətsiz, fikir ver, hüccətsiz bir insana üsulda müxalif olduğuna görə təbdi
edirsənsə, onda bu alimləri də elə. Üsulumuzda müxalif olublar əhl-i sünnəyə. Birinci onları elə sıradan gəl. İbn Həcəri, İmam Nəvavini, İbn Cəvzini, İmam Qurtubi, İmam Şəvkani, rahiməhumullah və s. nə qədər alimlər. Sayım hamısını elə. Olublar da üsul, eləmirsən axı. Bax, bundan gedir söhbət. Ona görə bunu yəni qeyd etdiyim məsələ bu yerdədir. Heç kim demir ki, biz sələfi dairəsini böyüdmüşük və çıxartmırıq heç kimi. Xeyr, batildir, batil, ittiham, böhtan, yalandır. Çünki o danışanlar bilmir. Ona görə İbn Teymiyyə rahimehullah Məcmu' Fətavasında buyurur ki, hər kim bir alimin sözünü tutub, onun hüccətini tutub, onun dalınca gedərsə və digər alimin sözünə və onun hüccətinə, dəlilinə baxmazsa, indikilər kimi də, indi miskin insanlar kimi. Hansı ki eləyiblər. Bir alimin sözünü alır və salam, başqa alimlərə baxmır. Gözünü yumub. Nəyə ki baxmır? Baxmaq olmaz deyir. Deyə hazır, yəni deyib də bu alim. Bu alimin də hüccətidir. Bu da bunun dəlili. İbn Teymiyyə belə insanlara deyib ki, hər kim bir alimin sözünü və onun dəlilini tutub, digər alimin sözlərinə və dəlillərinə baxmazsa, o deyir, avvamdır. Avvam müqəlliddir. Avvam. Həqiqətən o avvamdır. O insan avvamdır. Baxmır, qoymur səni baxmağa. Hizbiçidir. Bağlayır səni alimə. Aydındır və bu qıssa, bu təbdi nə vaxt bidətçi olur? Məsələsinin izahıdır, mənim etiqadımdır və bu əhl-i sünnə və cəmaət etiqadıdır. Alimlər, mütəqaddimlərə çün arxaya bax, belə müamilə eləyiblər. Yəni, necə eləyiblər? Bu məsələsini də qeyd edim. Halbuki dəfələrlə qeyd etmişəm. Xətasını o üsulda buraxdığı xəta var ha. Alimlər gəliblər ondan sonra və ya onun vaxtında olan alim deyiblər ki, bu məsələdə bu filan kəsə tabi olmuyor. Xətadır və rədd eləyiblər, haqqı bəyan eləyiblər. Yəni bu adamda bu problem var ha. Ehtiyatlı olun. Bu sözü deməkdə neçə dilin çəkirsən ki sən? Yəni mən indi sənin o adam xoşuma gəlmirsə, aramızda incilik olubsa, mən nəyə görə sənə görə misal üçün təbdi eləməliyəm? Qayda əhl-i sünnənin qaydası vermir mənə icazə. Sənin xoşuma gəlməsə də. Aydındır? Bax, bundan gedir söhbət. Yəni, xətası bəyan olunur, rədd olunur, tənbih olunur. Və ləkin tuhvəz kəramət. Bu necə alimlər deyir, kəraməti qorunub saxlanılır. Da bidətçidir, o da ondan da, o da onun tayıdır, maskası cırıldı. Bu kimi şeylər istifadə olunmur. Bax, bu məsələ bu yerdədir. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi əcmə.